Dəyərli dostlar, bugün sizə selen maddəsinin əslində orqanizmdə hansı rolu var, o haqqda sizə məlumat verəcəm. Bəzən zob problemlərində, ağciyər problemlərində, hansısa xərçəng xəstəliyindən əziyyət çəkən, kimyoterapiya alan şəxslərdə həmin o terapiyanın ziyanlarını bədəndən təmizləmək üçün vasitələr axtarırsınız. Bax, bu selen maddəsi həmin o ziyanlı maddələri orqanizmdən çıxartmaq, bədəni bərpa etmək üçün istifadə olunan maddələrdən biridir. Necə ki, orqanizmin sinkə, yoda, xroma ehtiyacı var, kalsiya ehtiyacı var, kaliyə, maqnezium ehtiyacı var. Eləcə də selen də həmin maddələr sırasından olan bir məhsuldur. Bu selen məhsulunu istifadə edən şəxslərdə ağciyər problemi, öskürək, qaraciyərlə bağlı olan problemlər, ümumiyyətlə kişilərdə, bəylərdə cinsi sistemlə bağlı olan zəiflik və sinir sistemindən yaranan digər hallarda bərpa edici özəlliyi olan xüsusi bir maddədir. Əgər sizin də zobla bağlı, ağciyərlə bağlı və yaxud digər saydığım problemlərlə bağlı orqanizmanızı toparlamaq istəyirsinizsə və bunun üçün xüsusi bir, həm də təbii bir maddə axtarırsınızsa, selen maddəsi tam sizin üçündür. İçində 60 kapsuldur, hər kəsin probleminin dərəcəsinə görə istifadə qaydası biz tərəfdən sizə təqdim olunacaq. Əgər siz də selen maddəsini sınamaq istəyirsinizsə, mənimlə aşağıdakı əlaqə vasitələrinə əlaqə saxlaya bilərsiniz.